Yuxarı, yuxarı, buradayam, buradayam. Baba tündürlük var ha. Ben buradan yıxılsam, buradan özümü atsam kəşfdə düşərəm. Gözə gəlin. Dəliyəm özümü atarım. Ha, düş tutarmır ya, bu nə boyda da? Harada yerləşir bu ev? Bilirsən, qoy deyim. Beşbatan qəsəbəsində, stadionun arxasında. Yəni, əla bir yerdədir. Yerləşmə yeri əladır, 3 mərtəbədir. Neçə kvadrat idi? 90-90-90. 3 dənə 90 deyirəm ki. 1.5 sotdadır, torpağın çıxarışı ilə. Tam təmirli yaşayışa hazır vəziyyətdədir. Sən nəfəs oldun, gəl görüb. Birinci mərtəbəni bax, buranı qaraj kimi də edə bilərsiniz. Belə, ürək istəyir qaraj kimi yox, elə zal kimi buranı. Buranı hamam sanızel, fikirlər. Hamam tualet, sanızel nədir? Evdə sanızel deyirsən, sanızel. Salmısan beynimə bu sanızeli. Bura kuxna, mətbəx. Qalxaq bilən yuxarı. Hava getdi. Nə deyəcəkdim, yadımdan çıxdı. İkinci mərtəbə. İkinci mərtəbədə də bir dənə stadion boyda zal var. Baba, gözlə mən də düşün. Bu boyda zalı, təmiri yerində. Pəncərələri geniş. Burada yerləşir. Yenə də hamam tualet. İşıqlarını yandırmam sana. Bura mətbəxi. Elə bir şey aşağıda da mətbəx var idi ha. 2 dənə mətbəx. Qalxaq bir dənə üçüncü mərtəbəyə. Almış. Gir bir dənə buranı göstər. Yataq otağı. Üçüncüdür bu. Üçüncü hamam tualet. Bir dənə yataq otağı burada. Ama bunun ölçüsü ləzzət elədir. Bunun ölçüsü odur. Özüdür. Ama bu biraz dıqqılıdır. O birislərə baxmış. Kombi xətlərinə kimi atılıb. Gir, yaşa. Ama pulla gəl. Səhifədə başda nömrəmiz var. Əlaqə. Ancaq əlaqə. Belə yazı da bilərsiniz. Problem yoxdur. Maçı izləyin bizi.